Rəhman və rəhim olan Allahın adıyla. Özəlləşdirmə çeklərini satmayıb ümidlə saxlayan bacılar və qardaşlar, sizə özəlləşdirmə çekləri üzrə Təşkilat Komitəsinin adından növbəti müraciəti təqdim edirəm. Bugün sizə iki şad xəbərimiz var. Birinci xəbər 30 may 2025-ci il tarixində özəlləşdirmə çekləri qrupu nümayəndələri tərəfindən hüquq pozuntuları barədə olan ərizə və vəsatəti Məhkəmə Hüquq Şurasının sədrinə və Ali Məhkəmə hakimlərinə göndərildi. Qrup adından Ali Məhkəmə işə baxarkən Bakı İnzibati və Bakı Apellyasiya məhkəmələrinin yol verdiyi kobud və ciddi qanun pozuntularının nəzərə alınması, 700 iddiaçının və 3500-dən çox vətəndaşın üçüncü şəxs kimi şikayətçi olduğu bu Ali Məhkəmənin gedişinin Məhkəmə Hüquq Şurası tərəfindən nəzarətdə saxlanılması xahiş edildi. Və ən əsası Əmlak Komitəsinin öz-özünü inkar edən, məhkəmələrin qanunlara zidd hökmlərini təsdiq edən yeni rəsmi sənəd olaraq onlara göndərildi. Bu barədə axırda deyiləcək. Diqqətlə qulaq asın və paylaşın. 40 min manat kompensasiya üçün adlarının siyahıda olduğunu yoxlamaq üçün siyahını bir-birinizə göndərin ya da Ali Məhkəmənin qəbul şöbəsindən öyrənin. Yorulduq deməyin, haqq və ədalət üçün yorulmadan mübarizə aparmaq lazımdır. Dostlar, sizə xüsusi olaraq bildirmək istəyirik ki, vətəndaşların Ali Məhkəməyə kollektiv müraciət əsasında Ali Məhkəmədən 14 iyun 2023-ci ildə verilən cavab məktubunda pozulmuş insan hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1-7 bəndlərində nəzərdə tutulmuş məsələlərin həll edilməsi üçün şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasının vacibliyini yazmışdır. Lakin hələlik heç bir məhkəmə bunu etmədi. Konstitusiya və qanunlara əsasən mülkiyyət hüququ və ondan istifadə heç bir zaman fərmanla məhdudlaşdırıla bilməz. Heç bir fərman və hətta heç bir qanun konstitusiyon əsas olmadan vətəndaşların hüquqlarını və nə məhdudlaşdıra, nə də ləğv edə bilməz. Hüquqları pozan qanunvericilik aktları isə heç vaxt geriyə tətbiq oluna bilməz. Dostlar, hamı dövriyyə, tədavül və tədiyə nə olduğunu bilməlidir. Dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşyanın, o cümlədən qiymətli kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsidir. Məsələn, pullar dövriyyədə tədiyə ödəmə vasitəsidir. İstiqrazlar isə dövriyyədə tədavül vasitəsidir. Yəni, satıla və banka girov qoyula bilər. Özəlləşdirmə paylarının başqa qiymətli kağızlardan üstün cəhətlərindən biri də odur ki, onlar birincili olaraq yerləşdirildiyi andan qanunla dövriyyədə bütün özəlləşdirmə dövrü üçün dövlət investisiya fondları yaradılana qədər ödəmə tədiyə vasitəsi olması və 3 illik tədavül vasitəsi kimi istifadə olunması birbaşa tənzimlənib. Özəlləşdirmə payları, çekləri qanunla 3 illik tədavül vasitəsi idi. Yəni, bu 3 ildə çeklər satıla və bankda girov qoyula bilərdi. Bu, ən çox investorlar və çeklərini satmaq istəyənlər üçün maraqlı idi. Diqqət edin, ancaq özəlləşdirmə çeklərini satmayan vətəndaşlar və investorlar üçün qanunla özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-nin dəyərinin ödənilməsi zamanı çeklər bütün özəlləşdirmə dövründə müddətsiz olaraq ödəmə tədiyə vasitəsi idi. Özəlləşdirmə qanunlarının icrası üçün Heydər Əliyevin imzaladığı və bugün də qüvvədə olan özəlləşdirmə payları, çekləri haqqında əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunub. Yəni, tədavül vasitəsi kimi çeklərin dövriyyədə istifadəsi qanunla dayandırıla bilər. Ancaq qanun bu halda özəlləşdirmə paylarının yenə də dövriyyədə qalmasını və ödəmə tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini birbaşa tənzimləyib. 1993-cü il 445 nömrəli qanun, maddə 19. İmperativ qayda olaraq özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları qanunla ancaq və ancaq dövlət tərəfindən yaradılacaq investisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Mərhum Prezident Heydər Əliyevin kapitalizmə ədalətli və dinç keçid üçün dövlətin ən kasıb vaxtında xalqa vəd etdiyi tarixi sosial ədalət siyasətini pozaraq qanunla qoyulan qaydanın tam əksi olaraq
Cənab Prezidentin etibarından istifadə edilərək 22 iyun 2010-cu il tarixli 283 nömrəli fərman ilə ikinci dövlət proqramında orta və ya iri dövlət müəssisələri səhmdar cəmiyyətlərinin 70%-nin özəlləşdirmə çekləri ilə ödənilməsini tənzimləyən 5.8-ci bəndinə özəlləşdirmə paylarının çeklərinin tədiyyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış pul hərraslarında satılması barədə bənd əlavə edərək hüquqi manipulyasiya üçün zəmin yaratdılar. Eyni zamanda 2000-ci ildə fərmanla qəbul olunmuş dövlət özəlləşdirmə proqramının ilk redaksiyasının 7.2 və 7.4 bəndində deyilirdi ki, dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldıqdan sonra əmlaklar pul hərracında satılacaq. Göründüyü kimi, burada tədavüldən deyil, dövriyyədən çıxarıldıqdan sonra deyilir. Çünki dövlət özəlləşdirmə çekləri dövriyyədə qaldığı müddət ərzində qanunla bütün özəlləşdirmə dövrü üçün orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı 65% əmlak dəyəri həcmində ödəmə vasitəsidir. 22 iyun 2010-cu il tarixli 283 nömrəli fərmanla bu bəndlər dəyişdirilərək, əvəzində hüquqi terminlərlə manipulyasiya edilərək, konstitusiya və qanunları kobud şəkildə pozuldu və özəlləşdirmə çekləri dövriyyədən deyil, tədavüldən çıxarıldığı halda yazıldı. Beləliklə, məmurlar tərəfindən özəlləşdirmə çeklərini dövriyyədən çıxarmadan, qanunla 65% vətəndaşlara aid olan orta və iri dövlət əmlaklarının su qiymətinə öz mənafeləri üçün özəlləşdirilməsi 16 ildir davam edir. Bu isə konstitusiyanın, qanunların və beynəlxalq insan hüquqlarının çox kobud pozuntusudur. Əgər dövlət qanunla əmək payı kimi təminat olaraq verdiyi möhtərizədə çeklərin üzərində aydın yazılıb. Özəlləşdirmə payları çekləri ilə özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-i xalqa, vətəndaşlara məxsus dövlət əmlaklarını pulla satmaq istəyirsə, konstitusiya və qanunlara əsasən mülkiyyət hüququ olan özəlləşdirmə paylarının çeklərinin dəyəri əvvəlcədən ödənilməlidir. Qanunla özəlləşdirmə paylarının çeklərinin dövriyyədə tədavül müddətinin fərmanla məhdudlaşdırılması onların qanun, konstitusiya və beynəlxalq hüquqla müəyyən olunmuş mülkiyyətdən istifadə hüququnu, yəni dövriyyədə ödəmə, tədiyyə vasitəsi kimi istifadəsini heç bir halda məhdudlaşdıra bilməzdi. Yəni dövriyyədə olduğu müddətdə özəlləşdirmə çekləri qanunla həmişə ödəmə, tədiyyə vasitəsi kimi istifadə olunmalı idi. Göründüyü kimi, dövlət özəlləşdirmə çekləri qanunla verilib. Mülki məcəllədə mülkiyyət hüququ verən qiymətli kağız olduğu açıq-aydın yazılıb. Bu isə o deməkdir ki, sonradan qəbul olunan heç bir qanun və ya fərman bu çeklər verilən zaman qüvvədə olan qanun qaydalarını konstitusiyaya zidd olaraq nə məhdudlaşdıra, nə də ləğv edə bilər. Lakin Apellyasiya Məhkəməsi qanun və konstitusiyanın pozuntularını sübut edən bu hüquqi faktları da araşdırmadı. Hamı bilməlidir ki, Mülki Məcəllənin iddia müddətinin şamil edilmədiyi tələblər adlanan 384-cü maddəsində deyilir ki, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Yəni, bu problem məhkəmələr tərəfindən həll edilənə qədər 20-30 ildə keçsə, bu qanun və konstitusiya pozuntusu kimi həmişə məhkəmələr tərəfindən əbədi qalacaqdır. Məhkəmələr tarixində əbədi qalacaqdır. Dostlar, heç kim özəlləşdirmə çeklərini satmasın. Ən əsas məsələ ondan ibarətdir ki, bu problem ölkə daxilində öz həllini tapmasa, vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə və Birləşmiş Millətlər Təşkilatının komissiyalarına müraciət edəcəyi qaçınılmaz olacaq. Bu isə əvvəlcə dövlətçiliyimizin və cənab prezidentin imicinə xələl gətirəcək belə bir addımın əleyhinəyik biz. Lakin məhkəmələrin qeyri-qanuni hökmləri bizi buna vadar edir.
Bu səbəbdən ölkə daxilində bu problemin tam araşdırılması və səhvlərin aradan qaldırılması çox vacibdir. Məhkəmə Hüquq Şurasından xahiş edirik ki, bu hüquqi səhvlərin aradan qaldırılması üçün ölkə daxilində düzgün araşdırılmasına nəzarət və köməklik etsin. Və xahiş etdik ki, göndərilən hüquqi məsələlər, xüsusilə aşağıdakı sualların araşdırılması təmin edilsin. 1. Dövlət özəlləşdirmə çeklərinin emitenti kimi əmlak məsələləri Dövlət Komitəsi tərəfindən dövlət özəlləşdirmə çeklərinin dövrədən çıxarılması üçün qanunvericiliklə bu işə səlahiyyətli olan dövlət orqanlarına rəsmi müraciət edilibmi və edilibsə nə vaxt edilib? İkinci sual. Qanunvericiliklə buna səlahiyyətli və cavabdeh olan dövlət orqanı tərəfindən dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldı mı? Üçüncü sual. Əgər dövriyyədən çıxarılıbsa, bu hansı tarixdə, hansı normativ hüquqi akta, normativ xarakterli və qeyri-normativ xarakterli akta əsasən həyata keçirildi? Dördüncü sual. Əgər dövriyyədən çıxarılıbsa, məlumat qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən 7 iş günü müddətində rəsmi məlumat kütləvi informasiya vasitələrində dərc olunubmu? Beşinci sual. Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır və qanunla qorunur. Əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılıbsa, bu zaman hər özəlləşdirmə çekinə düşən kompensasiyanın miqdarı nomlar olaraq neçə manat qoyulmuşdur? İkinci xəbər. Diqqət edin. Məhkəmə bu qərarında vətəndaşların mülkiyyət hüququnu tanıyır. Lakin özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı üçün 1 illik kompensasiya müddəti ötürülüb və hüquqlarını itiriblər yazıb. Bildiyiniz kimi kompensasiya müddəti ancaq və ancaq dövlət özəlləşdirmə çeklərinin dövrədən çıxarıldığı andan hesablana bilər. Məhkəmələrdə Dövlət Əmlak Komitəsi nümayəndələri heç bir rəsmi sənədə əsaslanmadan şifahi sözlə özəlləşdirmə çeklərini cənab prezident dövrədən çıxarıb deyirlər. Burada sual olunur ki, cənab prezident öz fərmanı ilə qanunla qoyulan qanunvericilik qaydasını pozubmu? Belə ki, qiymətli kağızların dövrədən çıxarılması qaydalarının hazırlanmasına və dövrədən çıxarılmasına qanunla cavabdeh olan və nəzarət edən ali dövlət orqanı, yəni Azərbaycan Respublikasının Maliyyə Nəzarət Palatası tərəfindən özəlləşdirmə çekləri dövrədən çıxarılmayıbsa, necə ola bilər ki, məhkəmədə hakimlər heç bir rəsmi dövlət sənədi olmadan şifahi söz əsasında qərar verib, çeklərin dövrədən çıxarıldığını qəbul etdilər? Axı, cənab prezident öz fərmanında 2011-ci il 1 yanvara qədər istifadə olunmayan çeklər dövrədən çıxarılır yazmayıb. Cənab prezident fərmanda açıq aydın göstərib ki, çeklər qanunvericiliklə dövrədən çıxarılır. Şikayətçilər hesab edir ki, Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hakimləri qanunvericiliyi pozaraq, cənab prezidentin fərmanını öz istədikləri kimi, yəni çekləri prezident dövrədən çıxarıb kimi yozaraq, heç bir hüquqi fakta və sənədə əsaslanmadan şifahi olaraq deyilmiş sözə əsasən qərar çıxardaraq, çeklərin cənab prezidentin fərmanı ilə dövrədən çıxarıldığını qəbul etməsi cənab prezidentə və xalqa qarşı qəbul olunmaz addımdır. Dostlar, biz məhkəmələrə təqdim etdiyimiz ali dövlət orqanlarının rəsmi sənədləri ilə özəlləşdirmə çeklərinin dövriyədə olduğunu təsdiq etdik. Belə ki, 2017-ci ildə Azərbaycan Respublikası Maliyyə Bazarlarından Nəzarət Palatasının verdiyi 2 rəsmi cavab məktubunda deyilir ki, dövriyədə olan dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatdığını, ancaq dövlət özəlləşdirmə paylarının çeklərinin dövrədən çıxarılması prosedurlarını əks etdirən qaydalar müəyyən edilmədiyini və bu səbəbdən 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə ödəniş vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövrədən çıxarılması nəzərdə tutulmuşdur. Dostlar, məhkəmələr yalan olaraq özəlləşdirmə çeklərinin dövrədən çıxarıldığı barədə şifahi söz əsasında verdiyi qərara rəsmi dövlət sənədləri ilə əsaslandırmalı idi. Çünki bu qanunların tələbidir. Əgər çeklər qanunvericiliklə dövrədən çıxarılmayıbsa, məhkəmə şifahi söz əsasında heç bir rəsmi sənəd olmadan necə qərar verə bilər? Biz əvvəlki məhkəmə iclasları zamanı video çəkilişlər də olub. Dəfələrlə xahiş və tələb etdik ki, əgər özəlləşdirmə çeklərinin dövrədən çıxarılması qaydalarına və nəzarətinə qanunvericiliklə cavabdeh olan ali dövlət orqanlarının rəsmi sənədlərinə inanmırsınızsa, onda düzgün məhkəmə qərarı üçün
informasiya xarakterli bu suallara cavabdehilər tərəfindən mütləq cavab verilməli və rəsmi sənədlər də təsdiqi olmalıdır. Məhkəmələrdə hakimlər vətəndaşların informasiya əldə etmə hüquqlarını təmin etmədi. Heç bir sualımıza və şifahi nə də rəsmi sənədlə cavab verilmədi. Daha bir şad xəbər, özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasının yalan olduğunu və məhkəmə qərarının cinayət olduğunu Əmlak Komitəsinin rəsmiləri öz rəsmi məktubu ilə sübut etdi. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti tərəfindən özəlləşdirmə çeklərini satmayan bir qrup şəhid anaları və müharibə veteranları tərəfindən verilmiş ərizəyə əvvəl dediyim 5 suala cavab olaraq yazdıqları 20 may 2025-ci il tarixli rəsmi məktubunda özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmadığı aydın görünür. Yəni şikayət məktubunda olan 5 suala cavab olaraq onlar ancaq və ancaq özəlləşdirmə çeklərinin tədavül və tədiyyə vasitəsi kimi istifadə müddətinin 1 yanvar 2011-ci ildə başa çatdığı yazırlar. Çeklərin dövriyyədən çıxarılması yazılmayıb. Diqqət edin ki, verilən 5 suala bu cavab 2025-ci il 20 mayda verilib. Yəni məhkəmə qərarından sonra. Məhkəmədə şifahi olaraq özəlləşdirmə çekləri dövriyyədən çıxarılıb deyilən yalan öz təsdiqini tapmadı. Məhkəmələr tərəfindən heç bir əsası olmayan hökmlərin çıxarılması yalnız təəssüf doğurur. Ümumiyyətlə hamı bilir ki, çeklər qanunvericiliklə dövriyyədən çıxarılmayıb. Hətta əvvəl də dediyimiz kimi Prezidentin köməkçisi Kərəm Həsənov, Mərkəzi Bankın şöbə müdirləri Yusif Məmmədov və Murad Məmmədov da vətəndaşları qəbul edən zaman bunu etiraf etdilər. Bu səbəbdən yalan məlumatlar əsasında məhkəmələr tərəfindən insan hüquqlarını pozan hökmlər çıxarılması konstitusiya və müvafiq qanunlara ziddir. Paylaşın dostlar. Aldanmayın, çeklərinizi satmayın. Yorulduq deməyin. Haqq və ədalət üçün yorulmadan mübarizə aparmaq lazımdır. Ümid edirik ki, siz sosial şəbəkələrdə paylaşanda bu paylaşım hansısa qeyrətli məmura rast gələr və cənab prezidentə düzgün məlumat verər. Allah böyükdür. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.